Faberlikdən mənə gələn məhsulları gəlin bir-bir sizə göstərim. Burada 2 paket dolu məhsulla. Məni Instagramda takib edənlər yəqin ki, bu paleti artıq görüblər. Amma yenə də təkrar bundan başlamaq istəyirəm. Dəhşət universal bir məhsuldur. Bu shimmer rənglər möhtəşəmdir. Bu swatchları sizə göstərməyə bilməzdim. Misal üçün bu 2 tünd rəngini mən qaş üçün istifadə edəcəm. Uzun sözün qısası möhtəşəmdir. Yaxşı ki bunu götürdüm. Bugün sabah evdə Faberlikin ətirlərin kolleksiyam olacaq. Bunun ağ şokoladlı olanı məndə var. Çox xoşuma gəlirdi. Ona görə bunu da götürdüm. Şirin ətirləri xoşlayırsınızsa mütləq götürün. Burada yalnız mənim sifarişlərim deyil. Mamoçka məndən qab yumaq üçün belə bir vasitə istəmişdim. Bundan əvvəl biz malinalı götürmüşdük. Tam dəqiq sizə qiymətini demək üçün tapdım bu məhsulu. 4 manat 29 qəpik. Amma mən qeydiyyatdan keçmişəm deyə məhsullara hamısına 20% endirimim var. Keçən dəfə isə bunu almışdıq. Mamoçka dönə-dönə tapşırıb ki, bundan nə qədər varsa al ayqa və stokla. Vannanı təmizləmək üçün vasitə. Məncə mənim qədər şirin qoxuları sevən ikinci insan bu ölkədə yoxdur. Çiyələk və makaron dadı ilə duş geli. Eyni seriyasından maye sabunu da götürdüm. Növbəti Mamoçkanın sifarişi paltar yumaq üçün paraşok kağız formatında. Birinci dəfədə sınayacağım. Mənim rəfiqələrim, tanışlarım hamısı Faberlikə qoşulub deyəm və mənə bu şampunu saç tökülməyə qarşı məsləhət gördülər. Mən də sifariş elədim. Koreya məhsullarına kollaborasiya olaraq belə bir ləkələri çıxartmaq üçün paraşok. Bu isə möhtəşəm, möcüzəli bir spreydir. Paltarın üzərinə ləkə düşübsə, bundan 1-2 dəfə pıs-pıs deyirsiniz, bir neçə saat saxlayırsınız və yuyarkən ləkə tam olaraq yox olur. Və sonuncu, yenə Mamoçkanın sifarişi. Ümumiyyətlə, gigiyenik məhsullar həddindən artıq gözəldir. Bunları hamısını gedib götürən gün çox maraqlı vlog çəkmişəm. Həmin vlogun linki burada aşağıda var. Keçidilib tam olaraq videonu izləyə bilərsiniz.